yadında qalsın. Kompleksə dərdin 73-cü sualın maraqlı sualdır. Bu buraxışa düşə bilən sual tipindəndir. Bax bunu yazıram. Burada nəysə əlavə eləyib və yoxsa nəysə silmək lazımdır ki bu sual tiplərində. Daha doğrusu burada əlavə eləyəcəyik. Onu rahat görəsiniz. Çünki biz o elə həll edə bilmərik. Baxın. Demək bu 73-cü sualda nə deyirsə, bax. Deyir uşaqlar. Z kvadratı plus 4 bölünsün. Z plus 2i. Plus, bax uşaqlar deyir ki Z kvadratı plus 16. Burada yazıram Z plus 4i. Bərabərdir 18 plus 2i. Sizdən kompleks ədədin həqiqi və yaxud xəyali hissəsini istəyə bilər. Bax, hələ burada nə edə bilərəm? Nəsə eləmək olar? İxtisar falan. Olmur. Düzdürmü? Ay, sağ ol. Deməli, biz bu misalın sürətini muxtəsər vurma düsturu kimi mənsə a kvadratı minus b kvadrat, a kvadrat plus b kvadrat yazmaq olar, olmaz? Olur. Amma sual verəsiniz. Necə? Bax, uşaqlar, i kvadratı nə idi? Mənfi 1. Düzdür? I kvadratı mənfi 1-dirsə, i kvadratı mənfi 1-dirsə. Bax, bura var. Bura bir dənə i kvadratı yazaq. I kvadrat nə idi uşaqlar? Mənfi 1. Onda bura bir dənə mənfi ata bilərik. Aha. Bax, indi burada bir dənə i kvadratı yazaq. Bura bir dənə mənfi ataq. Baxın, görün düz olar. Ne olmur, olar. Bunun kvadratı, bunun da kvadratı. Eyni şeylərini, bax, bunun kvadratı mənfi 1. Qabaqdaş mənfi nə elədi? Müsbət. Oldu müsbət 4-dür. Ayaqçına getdi, getmədi. Müsəlman sürü oldu, olmadı. Bax, gəlin buradan rahat yazın, mənimsəyə bilərsiniz. Bax, uşaqlar. Buranın yerinə belə bir şey yazmaq olar. Z çıxaq 2i. Burada yazaram Z plus 2i. Rahatsınız məndən? Gəlin buraya yazaq. Z minus 4i. Burada yazıram Z plus 4i. Düz oldu. Bax, bununla bu ixtisar gedər. Bununla da bu. Sürətdə bu qaldı. Oldu Z çıxaq 2i. Plus, bunu da yerinə yazdım. Z çıxaq 4i. Bərabərdir 18 plus 2i. Uşaqlar, z'ləri toplaya bilərəm? Toplayaram. 2 dənə z bərabərdir. Bu 4-dən 2 neçə eləyir? Mənfi 6. Onu da sağa aparsam, belə olar 18 plus 8i. Düzdürmü? 6i getdi 2 ilə toplandı, oldu 8i. Hər tərəfi 2'ye bölə bilərəm uşaqlar. 9 plus nə olar? 4i. Yadınızda qalsın. Sizdən bunun həqiqi hissəsini istəsə 9. Real da RZ. Xəyali hissəsini istəsə 4 imz. Bunun qoşmasını istəyə bilər. Z üstündə xət 9 minus 4-i. Bunun modunu istəyə bilər sizdən. Kök altda 9'un kvadratı plus 4'ün kvadratı. Sizin düz cavabınız ola bilər. Aydındır. Bax, buraxılışa belə yaza bilər və məsəl üçün bunu da istəyə bilər.